Keçmiş Mədəniyyət Naziri Əbülfəst Qarayev işdən qovulandan sonra ona qarşı böyük korrupsiya ittihamları səsləndirilmişdi. Söhbət əlbəttə hər zaman olduğu kimi milyonlardan, 10 milyonlardan gedirdi. Milyondan aşağı korrupsiya sayılmır, elə belə səhlənkarlıq faktı kimi qeydə alınır. Əbülfəzi təftiş etmək fikrim yoxdur, amma bircə detalı mütləq xatırlatmalıyam. Bərdə şəhərində Allah türbəsinin təmir, bərpa və konservasiya işlərinin həyata keçirilməsi ilə bağlı icraçı şirkətdən aldığı 450 min manatın 360 min manatını mənimsəmişdi. O zaman da əlbəttə naziri hoydu-hoyduya götürmüşdülər ki, Allah adına ayrılan pulu da basıb yeyib. Həmin əhvalat niyə yadıma düşdü? 12-ci əsrə aid olan dahi mimar Əcəmin Naxçıvaninin əsəri olan Möminə Xatun türbəsi Azərbaycanın ən möhtəşəm mimarlıq incilərindən biri sayılır. Təxminən 25 metr hündürlüyə malik, 10 bucaqlı plan quruluşu ilə seçilən bu abidə həm tarixi, həm də estetik baxımdan böyük əhəmiyyət daşıyır. Lakin son dövrlərdə, elə son günlərdə bu abidə ilə bağlı ayrılan maliyyə vəsaitləri ciddi suallar doğurmaqdadır. Sadə texniki yanaşma ilə baxdıqda türbənin ümumi konstruksiyası o qədər də mürəkkəb görünmür. 25 metrlik hündürlük, hər biri təxminən 3,5-4 metr enində olan 10 üz, ümumilikdə isə təxminən 1000 kvadrat metrlik səth sahəsi. Müasir tikinti texnologiyaları, materiallar və işçi qüvvəsinin imkanlarını nəzərə alsaq, belə bir strukturun bərpa edilməsinin və ya hətta oxşarının tikilməsinin milyonlarla deyil, daha aşağı büdcələrlə mümkün olduğu iddia olunur. Mütəxəssislər belə hesab edir. Hətta kobud hesablamalar göstərir ki, bu cür bir obyekt 2-5 milyon manat aralığında başa gələ bilər. Bu halda 10 milyon manat və ya daha artıq vəsaitin ayrılması, həm də təmir üçün ayrılması sual doğurur. Bu vəsait konkret olaraq nəyə xərclənir? Əgər məsələ yalnız üzlük materiallarının yenilənməsidirsə, hesablamalar daha da düşündürücü olur. Məsələn, Ağlay daşın 1 kvadrat metri orta hesabla 3-4 manatdırsa, bütün səthin üzlənməsi üçün təxminən 4-5 min manatlıq material kifayət eləyir. Bu halda əsas xərc maddəsi nədir? İşçi qüvvəsi, texnika, yoxsa idarə etmə və ya görünməyən xərclər? Bu suallar xüsusilə daha geniş kontekstdə daha kəskin səslənir. Regionda geosiyasi gərginliyin artdığı, özlərinin ritorikası belə daxı, müharibələrin davam etdiyi, təhlükəsizlik risklərinin yüksəldiyi, sərhədlərin bağlı saxlandığı bir dövrdə prioritetlərin düzgün müəyyən edilib edilmədiyi sual altına düşür. Bir tərəfdən dövlət büdcəsinin kəsirlə planlaşdırıldığı bildirilir, digər tərəfdən isə belə layihələrə ağla sığmaz qədər böyük vəsaitlər ayrılır. Məsələ yalnız bir abidə ilə bağlı deyil, bu daha geniş idarə etmə fəlsəfəsinin, şəffaflıq səviyyəsinin və ictimai vəsaitlərə yanaşmanın göstəricisidir. Tarixi irsin qorunması əlbəttə vacibdir, lakin bu proses həm iqtisadi məntiqlə, həm də ictimai etimadı qoruyacaq şəkildə aparılmalıdır. Əks halda cəmiyyətin sual verməsi qaçılmaz olur. Ayrılan vəsaitlər real ehtiyaclara uyğun xərclənir, yoxsa sadəcə rəqəmlər şişirdilir. O da hələlik qaranlıq qalıb ki, ümumiyyətlə Möminə Xatun türbəsinin bu bərpa işlərini, təmir işlərini hansı şirkət, kimə bağlı olan şirkət və yaxud da hansı ailəyə bağlı olan şirkət həyata keçirəcək. Tarixi abidələr isə yalnız keçmişin mirası deyil, həm də bugünün idarəçilik mədəniyyətinin aynasıdır. Bu aynada görünən mənzərə isə görünür, heç də hamını qane etmir və lənət doğurur əslində. Siz də lənətləyə bilərsiniz.